Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Amma ba'd. Biz El-Akıdeti Vasıtı kitabını devam edirik. Müəllif rahmanullah Əhl-i Sünnənin usullarından danışırdı. Ki, nələr Əhl-i Sünnənin usullara daxildir. Və onun usullardan sonra fəsillər açdı. Birinci fəsil Əhl-i Sünnə və Cemaatın yolundandır ki, Rasulullah s.ə.v-in əsərlərinə zahirdə, batında tabi olmaq, həmçinin mühacirlərdən, ansardan olan sahabələrin yoluna tabi olmaq, Rasulullah s.ə.v-in vəsiyyətini götürmək, yəni Quran, sünnə və icma. İcma nədir? İcma, sələf-i salih nəyin üzərində olubsa da, onun üzərində qoyulan bir qaydadır. O qayda, onun üzərində olan qaydadır. Çünki onlardan sonra, sələf salihdən sonra çoxlu ixtilaflar olubdur, ümmət bölünübdür. Ümmətin içində bölünmə olubdur. Yəni, ixtilaflar olub, onlardan sonra. Həmin ixtilaflar ümmətin içində yayılıbdır. Şeyx Zeyd Rahmanullah, Zeyd Mədxəli Rahmanullah deyir ki, Hədə fīmə yətəalləqu bil-icmə. Bu, icma ilə bağlı olan bir məsələdir. Çünki deyir, şəriətin məsdəri cümhur alimlərin sözünə görə 4 şeydədir. Yəni, məsələn, mən şəriət məsdəri dedikdə, mən nələrə istinad edə bilərəm? Dinimi necə götürə bilərəm? Nətər götürə bilərəm? Nədən götürə? Birinci məsdər Allahın kitabıdır. Birinci götürülən yer Allahın kitabıdır. Şəriət hardan götürür, oradan götürülür. İkinci, Muhammed sallallahu aleyhi ve sellemin sünnəsidir. Üçüncüsü, icmadır. İcma bütün zamanda, bütün məkanda olubdur. Dördüncüsü də açıq aydın qiyasdır. Açıq aydın nədir? Qiyasdır. Bu qiyasda, bu açıq aydın qiyasda hardan götürülür? Quran, sünnə və icmadan götürülür. Yəni, Quran, sünnədə və icmada açıq bir ləfs gəlməyibsə də bir şeyə, o qiyas, hər hansı bir şeyi, o Quranda, sünnədə, icmada gələn bir şeyə qiyas olunaraq deyilir, açıq aydın. Nə deyilir? Qiyas edərək. Bunun qiyasında növlər var. İndi biz usulü fiqdə deyilik, sadəcə qısa olaraq deyirəm. Yəni, həmin o qiyas bu dəlillərə müxalif olmamalıdır. Yəni, buradan götürülməlidir. Yəni, Quran, sünnə və ümmətin icmasına müxalif olmamalıdır. Bu, məsadir-i təşriyə, bu qanun məsdərləri hardan işə götürülür. Əhl-i Sünnə və Cemaatın məsdərləri budur. Bu məsdərlərə əməl edirlər. Bu kökdən, dinlərini buradan götürürlər. Quran, sünnə, icma və açıq qiyas. وذكر الإمام بأن الإجماع منضبط ما كان في عهد النبي sallallahu aleyhi ve sellem. İbn-i Teymiyyə rahmanullah burada zikr edir ki, Rasulullah sallallahu aleyhi ve sellem vaxtında icma nədir? Həqiqət, icma Rasulullah sallallahu aleyhi ve sellem vaxtında olan mundabit, qoyulan bir qayda üzərindədir, qaydadır. وهذا وإن كان له مزية فكذلك الإجماع في عهد الصحابة له مزية وله فضل. Yəni bu Peyğəmbər sallallahu aleyhi ve sellem vaxtında olan bir şey, bunun üstünlüyü var. Həmçinin də sahabələrin vaxtında olan icmanın da üstünlüyü vardır və fəziləti vardır. Lakin ümmətdə bu icma qalıbdır. Yəni icma heç vaxt qurtarmır. İcma qalır. Çünki alimlər, ümmətin alimləri bütün zamanda, bütün məkanda vardır. Alimlər hadisələrdən bir hadisənin hökmü barəsində icma eləsələr, edirlər və yaxud da ki, gələn bəlalardan hər hansı bir bəlada ona baxdıqdan sonra məsələni onun kökünə qaytarırlar, usuluna qaytarırlar, külliyyətinə qaytarırlar və bunun üzərində icma edirlər. Onların icması da səhih sayılır. Onların icması munaqid, yəni bağlanmış bir icma olur. Caizdir, icazəli deyil ki, ona müxalif olunsun. Yəni, bu icma mövzusunda zahir olan məsələ budur. Sonra davam edərək deyir ki, İbn Teymiyyə rahmanullah fəsil açır Əhl-i Sünnənin usullarından. Thumma
hum ma'a hadihil usuli ya'muruna bil ma'ruf. Yəni bu üsulları ki zikr edir, qabaqçı dərslərdə götürmüşük, əhlüsünnə üsullarını zikr edir. Deyir, onlar bu üsullarla yanaşı, onlar yaxşılığı əmr edirlər və pislikdən çəkindirirlər. Yəni şəriət nəyə ki vacib edibdir? Yaxşılığı əmr etmək, pislikdən çəkindirmək. Əhlüsünnə cəmaət yaxşılığı əmr edib pislikdən çəkindirir. Şeyx Zeyd deyir ki, bu fəsil ki var, müəllif rahmanullah bu faydalı risaləsinin, bu faydalı olan risaləsini xitam edir. Bununla burada bu fəsildən xitam edir. Yəni bu usuldan söhbət gedirdi də, əhlüsünnə usulundan. Yəni elm tələbəsi bu üsulları bilməməkdən bilməkdən cahil olmamalıdır. Yəni həmişə ehtiyac olmalı. Bu usulları bilməlidir elm tələbəsi. Yəni əqidət-ül vasitiyyə var. Hansı ki xutimət bil hadisi an hadal fardul azim. Yəni hansı ki bu fərz olan əzəmətli bu fərzlə, bu hədislə xətm olunmuşdur. Yaxşılığı əmr etmək, pislikdən çəkindirmək. Burada yaxşılığı dedikdə nə qəsd olur yaxşılıq? Yaxşılıq şəriətlə də, əqillə də yaxşı bilinən bir şeydir. Şəriətlə də, əqillə də yaxşı bilinən bir şeyə nə deyirlər? Məruf deyirlər. Münkər nədir? Münkər şəriətlə də, əqillə də pis bilinən bir şeydir. Şəriət onu pis deyib, həmçinin əqildən, salamat əqil bilir ki, bu pis şeydir. Yəni. Yaxşılığı əmr etmək, münkərdən çəkindirmək, ümmətin Rasulullah s.ə.v-dən sonra gələn kəslər var. Bu ümmətin ən xeyirləri buna əməl ediblər. Yəni, Rasulullah s.ə.v onlara şəriət elmindən verdiyi bu şeyə, nə ki, onlara gətirib veribdir, ümmətin ən xeyirləri buna əməl ediblər. Yəni, yaxşılığı əmr ediblər, münkərdən çəkindiriblər. Yaxşılığı əmr edən kəs, münkərdən çəkindirən kəsə vacibdir ki, yaxşılığı nədir bilsin. Pislik nədir bilsin. Yəni, sən yaxşılığı bilməsən, necə onu əmr edə bilərsən? Pislik nədir onu bilməsən, necə onu çəkindirə bilərsən insanları? Yəni, bunu bilməlidir ki, onun əmr etdiyi də, qadağa etdiyi də bəsirət üzərində olsun. Bunun üçün də bu ümmətə səna gəlmişdir, tərif gəlmişdir. Hansılar ki, yaxşılığı əmr edib, münkərdən çəkindiriblər. Allah Teala o kəs barəsində, o işin şəni barəsində belə demişdi ki, kuntum xayrə ümmətin uxricət linnəs. İnsanlar üçün çıxarılan ən xeyirli ümmət oldunuz. Tə'muruna bil ma'ruf və tənhəvnə anil münkər. Yaxşılığı əmr edirsiniz, pislikdən çəkindirirsiniz və tu'minuna billah və Allaha iman gətirirsiniz. Allah təbarəkə və teala əmr elədi ki, bu əzəmətli fərzi yerinə yetirilməyi əmr elədi və başqa yerdə deyir ki, وَلْتَكُمْ مِنْكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ. Sizdən qoy bir toplum olsun, xeyrə dəvət edən, çağıran, yaxşılığa əmr edən, münkərdən çəkindirən. Əl-İmran surəsi 104-cü ayədə Allah təala bunu əmr edir ki, bu əzəmətli fərzi yerinə yetirəsən. Nəyi? Yaxşılığı əmr edib, pislikdən çəkindirmək. O ümmətlər ki, bu fərzi, bu əmri boş yanaşıblar, zay ediblər, yəni yaxşılıq əmr etməyi tərk ediblər, qadağa etməkdən, münkəri qadağadan tərk ediblər, çəkindirməyiblər. Onlar barəsində Allah təala nə deyibdir? Lu'inəl-ləzīnə kəfəru min bəni İsrailə alə lisan Davuda və İsa ibn Məryəm. Davud və Məryəm oğlu İsa'nın dilindən Bəni İsraildən kafir olanlar lənətləndi. Davudun və İsa'nın dili ilə Bəni İsraildən kafir olanlar lənətləndirlər. Niyə? Dəlikə bimə əsəv və kənu ya'tədun. Yəni, onlar asi düşdükləri şeydə və kənu, hansı ki, həddə aşırdılar, asi düşdükləri üçün belə olmuşlar. Həddə aşmaqları nə idi onların? Allah subhanahu ta'ala onları bir şey əmr edildikdə, onlar inatkarlıq edib, onun əksini edirdilər. Çoxdur, asi düşdükləri şeylər çoxdur. Kənu lə yətənəhəvnə ən münkərin fəalu. Yəni, öz aralarında etdikləri münkəri qadağa eləmirdilər. Yəni, bir toplumdur, münkəri qadağa eləmir.
bir-birlərini qadağan eləmirlər. Düşürlər münkər olan şeylərə. Münkər pis bilinən bir şeylərdir də. Bu əməllərinə görə bunlar lənətləniblər. Rasulullah s.ə.v yaxşılığa əmr eləməyin, pislikdən çəkindirməyin mühüm olmasını bildirəndə hədisdə bildirmişdi. Demişdi ki, Allahın həddlərini yerinə yetirənin və o həddlərə düşənin misalı o qövmün misalı kimidir ki, onlar bir gəmidə püşk atırlar ki, hansı hara düşəcəkdir. Və asabə bə'duhum a'ləhə, bəziləri gəminin üstünə düşürlər. Gəmi bizdə mərtəbələr olur gəminin. Və bəziləri isə aşağı düşür. Aşağıda olanlar su istədikdə yuxarıda olanların üstündən keçib gedib aşağıdan çıxırlar, yuxarı gedirlər, su gətirirlər. Və deyirlər ki, bizə düşən tərəfi biz deşsək, yuxarıdakılara əziyyət verməsək, yəni deşək, əziyyət verməyək yuxarıdakılara. Yəni aşağı düşüblər gəmidə minlər deşik açırlar ki, su götürsünlər orada. Bir də yuxarı çıxıb əziyyət verməyək. فَاِنْ يَتْرُكُوهُمْ Əgər yuxarıdakılar onları tərk eləsələr istədikləri şeyə, hamısı həlak olar. Yəni gəminin üstündə olanlar aşağıdakılara desə ki, desinlər də, əgər onlara icazə versələr, tərk eləsələr o vəziyyət, hamısı batacaqdır gəmidə. Yəni onları əlindən tutmasalar, batacaqlar. Amma əllərindən tutsalar, hamısı bir yerdə xilas olacaqlar. Yəni, görəndə ki, bir toplum münkər üzərində, sən inkar eləməlisən, onları çəkindirməlisən ki, o bəla gələndə umumi gəl xüsusunda aparır. Xüsusi deməsən ki, mən özümə cavab deyim, yox. Bəla gəlir, hamını aparır. Umumi gəlir, xüsusunda aparır. Yəni, Bəni İsrail hansılar ki, onlar etdikləri münkərdə bir-birlərini qadağan eləmirlər. Və idəkənil əmru kəzəlik, bu iş belə olduqda, həmçinin yaxşılığı əmr eləmək, pislikdən çəkindirmək müsəlmanların vəzifəsidir. Hansılar ki, arafu haqiqətə İslamihim, İslamlarının həqiqətini bilən müsəlmanların vəzifəsidir. Onlar, Allah Teala onlardan nə istəyir? Onu bilən müsəlmanların vəzifəsidir. Yəni, ümmətlərdən bir ümmətin halı yalnız belənçi bir halda düz ola bilər. Yəni, hər hansı bir ümmətlərdən bir ümmət, cəmiyyətdən bir cəmiyyət, ailələrdən bir ailə yalnız bu fərzi bəyan eləməklə nədir? Onlar düz yolda ola bilərlər. Yəni, yaxşılığı əmr edib, pislikdən çəkindirməklə. فَإِذَا عُرِفَ هَذَا الْفَرْدِ وَقَامَ بِهِ الْأَخْيَارُ مِنَ النَّاسِ سَعَدَ الْمُجْتَمِعُ وَصَارَ سَبَبًا فِي رِضَى اللّٰهِ Bu fərz bilinsə və insanların ən xeyirləri bunu yerinə yetirsə, cəmiyyətin xoşbəxtçiliyi, cəmiyyət xoşbəxt olacaqdır və Allahın razılığı üçün səbəb olacaqdır bu şey. Sən bu əməli etdikdə, yaxşılıq əməl etdikdə, pislikdən çəkindirsə. Allah Taala'nın nimətləri yaxşılığa əmr edən kəslərin, pislikdən çəkindirən kəslərin üzərinə töküləcəkdir. Subhanallah, Allahın nimətləri. Onlardan o cəmiyyətin pisliyi nədir? Dəf olunacaqdır. وَمَا ذُكِرَ الْأَمْرُ بِالْمَعْرُوفِ إِلَّا وَذُكِرَ مَعْهُ النَّهِي الْمُنْكَرِ Yaxşılığa əmr etmək zikr olunduqda, onunla yanaşı pislikdən çəkindirmək də zikr olunubdur. Yəni, mən yaxşılığa əmr edim, pislikdən çəkindirməyim, yox, belə olmamalıdır. Lazımdır ki, insan yaxşılığa əmr eləməklə yanaşı pislikdən də çəkindirsin. Bu, Quran sünnədə də açıq, aydındır. Bəzi təbliğ cəmaatı vardır ki, bunlar çox xata ediblər. Onlar deyir ki, biz yaxşılığa əmr edirik, amma münkərdə isə sakit durublar, münkəri inkar eləməyiblər. Belə hüccət gətiriblər ki, münkəri əgər bəyan olunsa, onlar o münkərdən çəkindirilsə, insanlar uzaqlaşacaqdır bunlardan. Yəni, sən insanlara deyəndə bu şey olmaz, insanlar səndən uzaqlaşır, deyir, bu nə danışır. Bu, təbliğ cəmaatın nə idi? Bəzi hüccətidir, təbii ki, xata bir hüccətdir. Bu, onlardan cahillikdən baş verən bir şeydir. Yəni, ona görə bizim cəmiyyətdə də bu şeylər vardır ki, biri münkir edək, mənə nəyə lazımdır? Səhvdir, necə sənə nə lazım? O bəla ona gəp hamınız aparır.
Sənin uşağın ondan təsirlənir, qohumunda təsirlənir və umumən bəla gəlir, hamını aparır. Kim ki bu sözü deyirsə, cahilliyindən deyir. Caiz deyir ki, Allah subhanahu ta'ala فَلَا يَجُوزُ أَنْ يُفَرِّقَ النَّاسُ بَيْنَ مَا جَمَعَ اللّٰهُ تَبَارَكَ وَتَعَالَى بَيْنَهُ فَالْأَمْرُ بِالْمَعْرُوفِ وَالنَّهْيِ عَنِ الْمُنكَرِ. Allah subhanahu ta'ala yaxşılıqla pislikliyi cəm edibdir. İnsanlar isə onu ayırması onlara caiz deyil. Lazımdır ki, Allahın istəyi ilə dursunlar. Rasulullah s.ə.v-in yolu üzərində dursunlar. Yəni budur. Sonra yaxşılığı əmr edib, pislikdən çəkindirən kəsin nəyə ehtiyacı var? Birinci, onun ehtiyacı əmr elədiyi şeyin, qadağan elədiyi şeyin doğru olmasını bilməsinə ehtiyacı vardır. Və düzgün məslərdən götürməsinə, məsələn, Qurandan götürməsinə açıq aydın kərim ayələr vardır ki, lazımdır ki, onları başa düşsün bu mövzuda. Həmçinin Rasulullah s.ə.v-in sünnəsini bilməlidir və həmçinin keçmişdə və gələcəkdə olan alimlərin bu barədə olan sözlərin, icma elədikləri sözü bilməlidir. Sən bir şey yaxşılığı əmr etdikdə və pislikdən çəkindirdikdə bunu bilməlisən. Yəni. İkincisi, ixlas. Yəni, sən doğru olanı, savab olanı bildikdən sonra ixlaslı olmalısan. İxlas vacibdir ki, yaxşılığı əmr edən kəs, pislikdən çəkindirən kəs öz nəfsinlə cihad aparsın. Yəni, yaxşılığı əmr etdikdə və qadağa etdikdə bunu sırf Allah üçün eləməlidir. Bu halda doğru ilə, savabla, ixlasın arasını neyləmiş olur? Cəm etmiş olur. Yəni, bu fəzilətli ibadəti onda hasil olmuş olur. Demək, əməlin qəbul olması üçün onda iki şərt var. Birinci şərt, əmr edən kəs, qadağan edən kəs lazımdır ki, Rasulullah s.ə.v yoluna tabi olsun, doğru olanı bilsin, Quran sünnə ilə doğru olanı bilsin. İkinci isə bu əməlində ixlaslı olsun. Bunlar yaxşılıq əmr edən kəs, pislikdən çəkindirən kəs Rasulların, ənnebilərin varisidir. Onlar yaxşılığa əmr edən, pislikdən çəkindirən imamlarındandır, imamlarıdır. ثُمَّ فَرْدُهُ وَوُجُوبُهُ يَتَفَاوَتْ مِنْ شَخْصٍ لِشَخْصٍ. Sonra bir şeyin fərz olması, vacib olması bu şeydə şəxsdən şəxsə dəyişir. Necə şəxsdən şəxsə dəyişir? Yaxşılığa əmr edib münkərdən çəkindirmək. Bəzi üçün fərzdir, bəzi üçün vacibdir. Bu şəxslər arasında fərqli olur. İnsanlar hamısı bir deyil. Yəni, alimin qüdrəti çatır insanları elmi ilə dəyişməsinə. Bu halda nədən istifadə edir? Səbirdən, hikmətdən istifadə edir. Şəriət yolundan, uca şəriət yolundan istifadə edir. Yəni, ondan yaxşılığa əmr etdikdə və yaxud da pislikdən çəkindirdikdə nədir? Onu qəbul eləsinlər. Bu, elm sahibidir, hilm sahibidir, rıfq. Yəni, bu ibadət, mühüm olan ibadəti yerinə yetirdikdə sən lazımdır ki, elmin olsun, həlimliyin olsun, yumuşaqlığın olsun, belə. Yəni, bu mərtəbələri elm tələbələri üçün gizli deyil. Yəni, hətta hədis-i şərifdə Peyğəmbər s.ə.v bunu zikr eləmişdi. Deyək, sizdən kim, sizdən biri münkər gördükdə onu əli ilə dəyişsin, bacarmasa dili ilə dəyişsin, bacarmasa qəlbi ilə. Bu, imanın ən zəifidir. Əl, dil, bunda bacarmısan qəlbindən. Başqa rəvayətdə gəlir ki, وَلَيْسَ وَرَا ذَلِكَ مِنَ الْإِيمَانِ حَبَّةُ خَرْدَلٍ. Yəni, bunun arxasında, bundan o tərəfə buğda qədər, buğda dənəciyi qədər iman yoxdur. Yəni, Peyğəmbər s.ə.v bunu bildiribdir. Yəni, iman qəlbi olur da. Yəni, sən bunu eləmirsənsə, demək, iman yoxdur, yəni o qədər. Münkəri əllə dəyişmək insanlar içində bu sultana qayıdır, hakimə qayıdır. Bizim dildə necə başa düşür? Prezidentə və yaxud da onun təyin elədiyi kəslərə qayıdır. Ya da Allah-Teala kimi ki, bundan imtihan edir onlara.
bizdə belə deyilir, kimlərə ki bəlalandırıbdır. Çünki hökmü tutmaq bir bəladır. Ona görə bəladır ki, insan adil olarsa axirətini qazanır, zalim olarsa axirətini uduzur. Çox təhlükəli bir şeydir. Həddləri tətbiq eləmək, yaxşılığı əmr eləmək, münkərdən çəkindirmək, səfehlərin əlindən tutub oradan çıxartmaq, onları yaxşılığı əmr edib pislikdən çəkindirməklə tərbiyələndirmək, bu yalnız sultanların əli ilə olur və yaxud da onların təyin elədiyi şəxslərin əli ilə olur. Ki, onlar yaxşılığı əmr edirlər, qadağan olan şeydən çəkindirirlər. Allahın həddlərini yerinə yetirən, yəni o həddləri tətbiq edənlər də, cəza verənlər və başqa olan vaciblər ki var, hansı ki, yerinə yetirirlər. Bunlar yalnız kim eləyir? Bunu sultan və onun təyin elədiyi şəxslərdir. Dillə, qələmi ilə alimlərdir ki, onlar yaxşılığı bilən, onlar pisliyi mənasını bilənlərdilər. Onlar onu öz dilləri ilə, qələmləri ilə dəyişirlər. İnsanları Quran, sünnədə nə gəlirsə də o yönə yönəldirlər insanları. İnsanları xeyrə yönəldirlər, şərdən çəkindirirlər. Bu da yaxşılığa əmr edib pislikdən çəkindirməkdir. وَيُبَيِّنُونَ لَهُمُ الْمُخَالَفَاتِ الَّتِي لَا يُقِرُّهَا شَرْعُ اللّٰهِ الْمُطَهَّرِ Allahın pak olan şəriəti iqrar eləmədiyi, müxalif olan şeyləri insanlara bəyan edirlər. İstər bu əqidədə olsun, istər dinin başqa şüarlarında, sülükdə, əxlaqda, ədəblərdə olsun. Bunu insanlara bəyan edirlər. Onlara bu işləri yerinə yetirməyi əmr edirlər və müxalif olan şeylərin növlərindən asılı olmayaraq nə edirlər? Ondan çəkindirirlər insanları. وَلَيْسَ لِلْعُلَمَاءِ إِلَّا التَّغْيِيرِ بِاللِّسَانِ فِي حُدُودِ الشَّرْعِ Alimlər yalnız şəriət həddlərində bir şeyi dilləri ilə dəyişə bilərlər və qələmləri ilə şəriətin qoyduğu həddlər çərçivəsində dilləri ilə və qələmləri ilə bunu dəyişə bilərlər. Və huve mə yentucu anhu salah və islah. Buradan salah və islah. Salah nədir? Salah bir şeyin salih olmasıdır. İslah isə bir şeyin düzəldilməsidir. Bir şeyin düz və islah olmasıdır. Allahın razılığı burada, Təbarək və Teala'nın razılığı ortaya çıxır. İnsan bir dilinlə deyir, qələmi ilə bunu yazır, insanlara göstərir və burada hasil olan olur ki, o insanlar içində cəmiyyətdə islahat gedir və Allahın razılığı hasil olur. Əgər insan əli ilə dəyişməkdə aciz olarsa da, şəriətin icazə verdiyi acizlikdən Allah Subhanahu taala o şəxsə üzr gətirir. Və yaxud da dili ilə dəyişməkdə, qələmi ilə dəyişməkdə üzrü olarsa da, o da üzürlüdür. Üçüncü mərhələdə isə münkəri nifrət eləmək, onun əhlindən nifrət eləmək qəlblə, bu şeydə heç bir kəsin üzrü yoxdur. Niyə yoxdur? Yəni, insanlar onlarda olan o şey bir nəfərin də onların qəlbinə sultanlığı yoxdur. Yəni, sən qəlbində bir şeyi münkəri inkar eləməyin, heç kimsənin qəlbində olan şeyi girib dəyişə bilməz. O sənə aiddir. Yəni, sən münkar olan bir şeyi inkar etdikdə qəlbində qeybləri bilən bunu bilir. Yəni, qəlblər qeybləri bilənin əlindədir. Ona görə Peyğəmbər sallallahu deyir ki, və zəlikə ad'aful iman, bu imanın ən zəibidir. Sən bacarmadın əlindən, bacarmadın dilindən, qəlbində bunu inkar eləməlisən. Onda yaxşılıq əmr edənlər, münkəri qadağa edən kəslər بعد أن نتزود بالعلم الشرعي الذي لا يستطيع أن يميز بين المعروف وبين المنكر ويملك أدلته إلا أهل العلم الذين أعطاهم الله تبارك وتعالى شيئا من العلم وأخذ عليهم العهد والميثاق أن يبينوا للناس ولا يكتموه. Demək, yaxşılığı əmr edən kəslər də, münkəri inkar edən kəslər də, onlar şəri ilmlərini artırdıqdan sonra, hansı ki bunu yaxşılıqla pisliyi yalnız ayıra bilənlər, bunlar elm əhli
dəlillərə malik olan elm əhli yalnız bunu bilir. Hansı ki Allah Subhanahu taala onlara elmdən nəsə veribdir, onlardan əhd götürübdür, misaq götürübdür ki, bunu insanlara bəyan eləsin və heç nəyə gizlətməsin. Yəni elm əhli insanlara heç nəyə gizlətməməlidir. Hamısını çatdırmalıdır. İdən fə iqamətu hədəl fard min mənhəc əhli sünnəti vəl cəmaə. Yəni bu fərzi yerinə yetirmək əhl-i sünnə və cəmaatın yoludur. Taifətül Nəciyətil Mənsuranın yoludur. Yaxşılığı onlar əmr etməyi tərk eləməyiblər. Münkəri qadağan eləməkdən çəkinilməyi tərk eləməyiblər. Lakin vələkinnəhum əhlül i'tidal və əhlül fəhmi fil masalih. Lakin onlar adil əhlidirlər, fəhm əhlidirlər fil masalih. Yəni məsələnin məsləhət məfsədi tərəfinə mişə baxırlar. Ola bilsin ki, neysə hadisə geyişdirə bilərlər, deməzlər, vaxtı gözləyərlər və yaxud da əlindən dəyişmə. Bunlar nədir? Qayıdır məsləhət məfsədiyə. Onlar öz zəhdlərini xərcləyirlər, insanları düzgün, salamat olan yola, rəhim olan yola yönəldirlər. Allahın rəhmətini ümid edirlər, onun cəzasından qorxurlar. Bu əzəmətli əmirdir ki, hansı ki, bununla ümmətlər də nə hasil olubdur? Mə hasara fi ümməti minəl üməm və amilə bihi fiyhə illə sədə əhlə. Yəni, bu hansı ümmətlərdən bir ümmətdə baş veribsə də, yaxşılıq əmr edib, qadağandan çəkindirməkdə, münkərdən çəkindirməkdə, hansı ümmətdə buna baş verib və ona əməl ediblər, o ümmət öz əhlinə mişə sədə, yəni o başçılıq edibdir həmişə, öz əhlinə başçılıq edibdir. Kim də bunu tərk edibsə də və yüngül yanaşıbsa da, ümmətlərdən hər hansı bir ümmətdə, yəni cəmiyyətlərdən hansı bir cəmiyyət, onlar bəlalarla üzləşiblər, onlara bəlalar gəlibdir. Çünki əzəmətli bir fərzi zay ediblər, hansı ki, onu Allahın kiram rəsulları yerinə yetirilən bu fərzi o insanlar tərk elədikləri üçün elm əhli, insanlar içində seçilən elm əhli, elm imamları yerinə yetirdikləri bir fərzi kim ki yerinə yetirməzsə də onlar bəlalarla üzləşirlər. Gələn səfər davam edərik. Allah təala ki bizlərə faydalar diləsin.